Cənab Pezeşkiyanın Bakı səfəri həddindən artıq vacib bir məsələdir. Xüsusilə İranın indiki geosiyasi və geoiqtisadi, həmçinin sosial və mənəvi durumunu nəzərə alsaq, Cənab Pezeşkiyanın Bakıya bir rəsmi səfəri İran daxili siyasəti və İran xarici siyasəti üçün həddindən ziyadə böyük önəm kəsb edir. Birinci, iqtisadiyyatla bağlıdır. İran orta dəhlizə, şimal-cənub dəhlizinə, cənub-şimal dəhlizinə, həmçinin Çini və Cənub-Şərqi Asiyanı Avropa ilə və sonra da ABŞ-la bağlayacaq layihələrə qatılmaq istəyir. O yaxşı başa düşür ki, layihələrə qatılmaq üçün qonşu ölkələrdən, Pakistandan, Türkiyədən, İraqdan yetərincə istifadə edə bilməyəcək. Çünki həmin ölkələrin hər birinin özünün regional ambisiyaları var. Azərbaycan isə qarşılıqlı münasibətlərdə öz ambisiyalarını yox, maraqlarını təmin etməyə çalışdığından Türkiyə ilə eyni paralel siyasət yürüdür və bizim geosiyasi konturlarımız heç də fərqli deyil. Ümumiyyətlə, bölgədə bu dəqiqə Çin, Türkiyə, Pakistan, Azərbaycan kvarteti formalaşmaqdadır və İran da bu kvartetə qatılmaq niyyətindədir. İkinci məsələ İranın logistika məsələsidir. İranın bu dəqiqə dünya bazarı ilə onu bağlayan əsas dəniz limanı Bəndər Abbas şəhərinin yaxınlığında yerləşən Şəhid Rəcai dəniz terminalıdır. Şəhid Rəcai dəniz terminalında artıq 3-cü gün davam edən yanğın söndürüldüyü desə də hələ də davam edir o yanğın. Bu yanğının güya tamamilə texnogen, antropogen yox, texnogen səbəbdən olduğu deyilir. Amma buna inanmaq bir qədər çətindir. Çünki burada daha çox İsrail və ABŞ-ın İrana xəbərdarlığından danışa bilərik. Təl-Əviv və Vaşinqton açıq şəkildə Tehrana bəyan etdilər ki, biz Tehranın dünya bazarlarına əlaqələrini istənilən an kəsə bilərik. Bu, İranın Hörmüz boğazı və Fars körfəzi ilə bağlı 10 illərdən bəri davam edən ultimatumlarına bir cavabdır. Nəzərə alsaq ki, İranla ABŞ arasında danışıqların 3-cü raundu da başa çatdı, 4-cü raundun Romada olmağı gözlənilir və belə bir situasiyada Pezeşkiyanın Bakıya gəlməyini, dediyim kimi, iqtisadi və geosiyasi amilləri xüsusilə qabarır. Digər üçüncü önəmli məsələ Pezeşkiyanın daxili siyasətdə tutduğu yerdir. Heç də deməli sir deyil ki, İran daxilində mühafizəkarların mövqeləri çox güclüdür. Burada mühafizəkarlar dedikdə mən sadəcə siyasi baxışlarına görə, iqtisadi və təşkilati baxışlarına görə bir yerə təmərküzləşmiş qüvvələri nəzərdə tuturam. Bu qüvvələrin başında İranın ali dini rəhbəri Ayətullah Üzma Seyyid Əli Xamneyi durur. Və Pezeşkiyan qərb terminologiyasından baxsaq, bəli, de jure prezidentdir, amma de facto dövlət başçısı deyil. O dövlətdə qərarların qəbul edilməsində 3-cü adamdır. Və buna görə də o seçiləndə İrandakı dini, etnik azlıqların namizədi kimi qəbul edilmişdir. Və Bakıya da səfəri həm Güney Azərbaycanı, həm Kürdlər, həm Lorlar, Bəluclar, Ərəblər üçün bir qədər sakitləşdirici rol oynadı. Və bu baxımdan bu səfər İranın daxili siyasəti üçün də çox önəmlidir. Və ən nəhayət, nəzərə alsaq ki, Bakı, Türkiyə-İsrail, ABŞ-Türkiyə, ABŞ-İsrail danışıqları üçün, həmçinin Rusiya-Suriya danışıqları üçün bir platforma rolunu oynayır. İran, İsrail və ABŞ ilə danışıqların yaxın gələcəkdə hər hansı bir mərhələsində Bakıda keçirilə biləcəyini də istisna etmir. Ona görə bizim məqsədlərimiz həqiqətən birdir. İran vəziyyəti sabitləşdirməyə çalışır, biz də sabit vəziyyəti regionun maraqlarına çevirməyə çalışırıq.